Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Aldadılmış Div adlı Alman nağılını danışacağam. Çox qədim zamanlarda İrlandiyada Fingel adında bir div yaşayırdı. Bu div özünü çox güclü hesab edirdi. Amma Şotlandiyada da bir div vardı. Fingelin şöhrəti haqqında xəbəri olan, onunla yarışmaq istəyən bu div dedi: "Gərək gedib bu Fingelin dərsini verəm." Bunu deyib yola düşdü. Körfəzləri keçib, dağları aşaraq İrlandiyaya çatdı. Fingel Şotlandiyalı divin onu axtardığından xəbərdar idi. Çox qorxmuşdu. Çünki bu divin daha nəhəng, hündür və güclü olduğunu bilirdi. Fingel bir nəfəsə evə qaçdı. Yatağına girərək yorğanını başına çəkdi və arvadına tapşırdı: "Şotlandiyalı div gələndə de ki, yataqdakı mənim oğlumdur." Bir müddət sonra Şotlandiyalı div Fingelin evinə gəldi. "Hanı o ayaqqabın boyda olan div?" soruşdu. Fingelin arvadı div görməyə öyrəşmişdi, amma həyatı boyu belə iri cüssəli div görməmişdi. Səsi göy gurultusu kimi idi. Addımını atanda yer titrəyir, danışanda nəfəsi yel kimi əsirdi. "Sus, körpəni oyadacaqsan." Fingelin arvadı dedi. "Hansı körpə? Axı mən bu evdə körpə görmürəm." "Yataqdakı balaca körpəni görmürsən?" Fingelin arvadı dedi. "Fingelin kiçik oğludur. Sakit ol, oyanmasın." Div yataqdakı iri cüssəyə baxdı. "Körpəsi budursa, özü kim bilir nə boydadır," deyə düşündü. Evdə Fingellə qarşılaşmadığı üçün Tanrıya min dəfə şükürlər edib Şotlandiyaya doğru qaçmağa başladı. Evinə çatana qədər heç nəfəsini də dərmədi. Fingel isə yorğanını başından atıb qəhqəhə ilə güldü. Hər dəfə bu əhvalat yadına düşəndə şaqqanaq çəkib gülürdü. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.